Salamlayıram yeni gündə sizləri yenə gözəl bir bağ evindən. Evimiz yerləşir Xırdalan şəhərində, gözəl bir ərazisində, quru bir ərazisində. Həm torpağın, həm evin sənəti olan bu gördüyünüz gözəl bağ evimiz satışa çıxdı. Bugünkü gündə bazar qiymətindən çox ucuz bir qiymətə sizlərə təklif olunur. Təqdimat edirəm evimizin həyət qismindən. Baxın, şəraiti əladır. Gözəl üzüm talvarımıza qədər var. Bir sözlə yoxdur, sözü yoxdur da dəyərli müştərilər. Baxın, bura bizim həyətimiz idi. Kifayət qədər böyük həyət var. Evin də, torpağın da sənədləri tam qaydasındadır. Xırdalan şəhərində mərkəzi yola yaxın bir ərazi yerləşir. Yaxınlığında böyük ticarət mərkəzi, şəhərə işləyən avtobus dayanacağı, bir sözlə hər bir şərait var. Gördünüz dəyərli müştərilər, bura bizim evin bodrum qatıdır. Rahatlıqla istifadə edə bilərsiniz. Bura terasımızdır, baxın. Evin bir dənə fasadı yoxdur, qalan hər bir şəraiti var. Görürsünüz, bura bizim böyük bir terasdır. Dəyərli müştərilər, bu ev haqqı ətraflı məlumat almaq üçün ekran aşağı hissəsində mobil nömrələrimiz var. Buyurub əlaqə saxlaya bilərsiniz. Gəlin keçək evin giriş hissəsinə. Daxil olarkən, bura bizim geniş koridor sistemimizdir. Onu da qeyd edim ki, əmlakımız şəxsi özünə məxsus tikilidir. Qaz su işığı daimidir, mərkəzi kanalizasiya sistemidir. Bura bizim evin ümumi sanuzeldir. İstilik sistemimiz kombidir. Yaşayışlı evdir, gözəl evdir. Sağda qonaq otağımız yerləşir. Yataq otağı, mətbəx hissəsi. Evdən sadəcə olaraq soyuducular çıxacaq. Qalan gördüyünüz avadanlıqlarımızın hamısı bu gözəl bağlı bağçalı həyət evimizin içərisində qalacaq. Qiyməti videonun alt hissəsində yazacağam. Zəhmət olmasa mənimlə əlaqə saxlayın ətraflı məlumat üçün. Satışda sizin də mülkləriniz varsa, buyurub bizə əlaqə saxlaya bilərsiniz. Həm satılmasında, həm video təqdimatında əlaqə saxlayın, köməklik göstərək. Həmçinin də kirayə verilməsində. Sağda da yerləşir böyük yataq otağımız. Bütün pəncərələrin qarşısı hamısı açıqdır. Geniş həyəti olan, geniş 3 otaqlı həyət evi axtaran müştərilərimiz buyurub bizimlə əlaqə saxlaya bilər. Məktəb, avtobus dayanacağı, böyük ticarət mərkəzləri tam evimizin yanında yerləşir. İdeal bir ərazidə, ideal bir yaşayış evidir. Bura 3-cü otağımızdır. Sonuncu olaraq sizlərə təqdim edirəm mətbəx hissəsini. Əmlak sahibi sadəcə olaraq qeyd etdiyimiz kimi evdən soyuducusunu götürəcək. Qalan gördüyünüz video təqdimatda olan avadanlıqlar ev sahibi deyib ki, hamısını evin içərisində saxlayıram. Geniş mətbəxlidir. Diqqətinizə görə təşəkkür.